Münxen Təhlükəsizlik Konfransında qapı önündə dayanaraq təxribat cəhdlərini davam etdirən Emin Hüseynovun sual vermək üçün müraciətinə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın cavabı gündəmə çevrilib. Globalinfo.az, Bakupost.az-a istinadən məlumat verir ki, Emin Hüseynov konfrans zalından çıxan Mehriban xanım Əliyevaya Azərbaycanda demokratiya ilə bağlı sual vermək istədiyini qeyd edib. Mehriban Əliyeva isə ayaq saxlayaraq, qadın paltarında səfirlikdə gizlənən insansısınız, sizə can sağlığı arzulayıram, deyə yoluna davam edib. Əlavə edək ki, Emin Hüseynov Soros fondunun vəsaitlərindən qeyri-şəffaf istifadə etməsi və ayrılan külli miqdarda vəsaiti talaması üzə çıxandan sonra ölkədən qaçmışdı. O, ölkədən qaçarkən qadın paltarından istifadə etmişdi. Hüseynov hazırda da antimilli fəaliyyətini davam etdirir. Hətta 44 günlük savaşda Novarçı donuna girərək erməni işğalının davam etməsi üçün təbliğat aparırdı. Erməni hüquqlarının müdafiəçisi kimi tanınan Emin Hüseynov erməni diaspor təşkilatlarının maliyyələşdirdiyi qurumlardan qrant alır. Emin Hüseynov Mehman Hüseynovun böyük qardaşıdır.